bəlkə stereotip var. Siz Azərbaycanın ən yaxşı modeli seçilmisiniz, dünyanın 2 nömrəlisi olmusunuz, 17 yaşınız vardı. Ya, insanlarda belə bir təəssürat yarana bilər ki, dərhal elçilər sürüsü düzülmüşdü sizə. O vaxtları bu qəşəng cavan qız hələ ki heç kim qapazlamayıbdı, biz götürək. Ya, yəni bu, yəni şöhrət gətirmədimisə, yəni ki, Azərbaycanda populyarlıq? Əslində çox belə başqa bir hansısa mən diqqət gördüm. Çünki həmin o vaxtları mən hostesdə işləyərkən, qapını açarkən yarısı tanışlarım gəlirdi ora və onlar məni orada görərkən şokda idilər və mənim beycikimi oxuyurdular ki, sən məzələnirsən, sən doğrudan burada işləyirsən, yəni ki, nə qədər maaş alırsan. Yəni şərtləri öyrənirdilər ki, yəni ki, hansı şərtlərə görə mənim kimi o birinci yer tutan onların beynində hansısa bir obraz var ki, mən nəyə görə buranı seçmişəm, işləmişəm də, işləyirəm orada. Və mən bunu rahat şəkildə deyirdim ki, bəli, işləyirəm, burada nə var ki, yəni ki, okey də, yəni ki, bizdə stereotip var ki, əgər gözəllik müsabiqəsidirsə və yaxud da ki, hansısa başqa bir müsabiqədir, 100% alınıb yer, 100% orada kimsə təşkil edib hansısa cavan olan və yaxud da ki, cavan olmayan, bəli, sponsor. Yəni ki, mən oxuyuram və universitetdə oxuyarkən, yəni ki, Sumqayıtdan o boyda yol gəlirəm. Mən özümü təmin eləməliyəm, yox ilə, yemək pulu ilə, hansısa əyin baş özümə almaqla, öz rasxodlarım da var. Üstəki, həmin o Türkiyəyə getmək imkanım məndə yox idi. Yəni ki, mənim indiyənə kimi yadımdadır ki, biz Valide Abbasova ilə oturmuşduq bir yerdə, başımızı belə tutmuşduq ki, 3 günə orada konkurs başlayır, bizim nə biletimiz var, nə bir hansısa imkanımız var bunu almağa. Güc bala ilə hansısa dost tanışları zəng vurub, bunu həll elədik, getdik, çatdırdıq özümüzü ora. Yəni ki, heç bir sponsorluqdan söhbət də gedə bilməz. Yəni ki, doğrudan o çərçivədə olan insanlar həqiqəti bilirlər. Sadəcə olaraq şəhərdə kənardan izləyən həmin o müsabiqəni insanlar öz stereotiplərinə görə hansısa bir obraz yazmışdılar öz başlarında. Və mən o obrazdan match olunmamışam deyənə, mənə çoxlu belə suallar gəlmişdi ki, bəs niyə də niyə? Yəni ki, sən öz həyatını başqa cürə qura bilərdin.